Bildiyiniz kimi Müzdəlifədə gecələdikdən sonra, sübh namazı qıldıqdan sonra, dua etdikdən sonra, artıq hava açıldıqda bayram günü deyilir 10-cu gün, Zülhiccənin 10-cu günü. Hava açıldıqda, yəni günəş çıxmamışdan öncə hava açıldıqda artıq həcilər yönəlirlər Cəmarat tərəfə. Cəmarata getdikdə və orada daş atılır. Və Cəmratul Aqaba deyilir. Yəni Aqaba nə deməkdir? Dar keçid. Dağdakı olan dar keçid deməkdir. Və Allah Resulü sallallahu aleyhi və səlləm o həmən Cəmratul Aqabada 7 dəfə daşla vurub. Və gəlir ki, sünnədə hər daş Allahu Ekber deyərək. O daşlar alimlər gətirirlər, fəqihlər gətirirlər ki, nohud boyda olan həcmi nohuddan biraz böyük, fındıqdan isə biraz balaca. Yəni balaca orta daşlarla atılır. Hər bir daşa atdıqda Allahu Ekber demək. Və bu daş atmaq bizim atamız İbrahim Aleyhisselamdan gəlib. Və bu İbrahim Aleyhisselam yoluna tabi olmaqdır. Və necə ki gəlir ki, İbn Hüzeymədə gəlir, Həkim də gəlir İbn Abbasdan ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allahın xəlili olan İbrahim həc mərasimi etdikdə, ayinləri etdikdə şeytan onun qabağına gəlir Cəmrat Aqabədə və ona 7 dəfə daş atır. 7 dəfə daş atır ta o yerin dibinə girənə qədər. Sonra isə ikinci Cəmarada ona 7 dəfə daş atır ta o yerin dibinə girənə qədər. Sonra isə üçüncü dəfə Cəmarada daş atır ona. Yəni 7 dəfə daş atmaqla ta yerin dibinə girənə qədər. Bu nə göstərir? Bu hədis göstərir ki, İbrahim Aleyhisselamın yoludur bu. Yəni İbrahim Aleyhisselam bu həc ayinləri etdikdə bizim üzərimizə artıq nədir? Vacibdir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "Xuzu anni mənasikakum." Məndən həc ayinləri götürün. Ona görə bu baxımdan da Cəmaratda daş atmaq 7 dəfə vacibdir. Və həcilər qeyd etdiyimiz kimi bu daşı Cəmrat Aqabaya Minanın sonundakı Kəbəyə yaxın olan həmən o sütuna, o yerə daş atmaları ilə bu ayini yerinə yetirmiş olurlar.